Əvvəl məhkəmələr və hakimlər mənəvi ziyana görə ödəniləcək təzminatın həcmini müəyyən etməkdə çətinlik çəkirdilər. Artıq Ali Məhkəmənin plenumunun 24 dekabr 2025-ci il tarixli 20 nömrəli şəxsiyyət hüquqlarının müdafiəsinə dair qərarı ilə bu problemdə aradan qaldırılmışdır. Belə ki, mənəvi ziyana görə ödəniləcək təzminatın həcmi zərərvurana münasibətdə çəkindirici olmaqla yanaşı, onun müflisləşməsinə də səbəb olmamalıdır. Bu nə deməkdir? Bu o deməkdir ki, ödəniləcək təzminatın həcmi zərərvuranı qanunsuz hərəkətdən çəkindirməyəcək qədər az olmalı deyil, müflisləşdirəcək qədər çox olmalı deyil. Artıq bu anlayış hakimlərə və məhkəmələrə imkan verir ki, mənəvi ziyana görə təzminatın həcmini adekvat şəkildə müəyyən edə bilsinlər. Bu zaman, yəni təzminat müəyyən edilən zaman zərərvuranın şəxsiyyəti, həyat tərzi, davranışı və digər diqqətə layiq hallar da nəzərə alınır. Bundan əlavə, zərərvuranın maddi vəziyyətinin ağır olması onun tərəfindən mənəvi ziyana görə ümumiyyətlə kompensasiya ödənilməməsi üçün əsas ola bilməz. Habelə mənəvi ziyana görə təzminatın həcmini müəyyən edərkən zərərvuranın hadisədən sonraki davranışları, yəni əməlin nəticələrinin aradan qaldırılmasına yönəlmiş müsbət davranışları da mənəvi ziyana görə təzminatın həcminin müəyyən olunması zamanı mütləq şəkildə nəzərə alınır. Diqqətiniz üçün təşəkkür edirəm.